Özellikle məktəbimizdə ayaq yollarında biz görürsüz ki, bizim dövlət məktəblərində və yaxud da liseylərimizdə birinci sinifləri birinci mərtəbədə yekunlaşdırırlar. Orta belə deyək də artıq 5-ci siniflər biraz daha üst mərtəbədə, 11-ci dediyimiz 9-cu siniflər daha üst mərtəbədə. Yəni uşaqları belə bizim təhsil sistemimizdə çox gözəl bir mən bunu uşaq dövründən müşahidə edirəm. Birinci mərtəbədə niyə uşaq görürsüz bizim xadimələr icazə vermir ki, böyüklər uşaqların tualetinə girsin. Biz ola bilər indi 10-cu sinifdə, 11-ci sinifdəki insanın artıq formalaşır, cinsi əlaqəsi ola bilər. İdrar yolu ilə cinsi infeksiyonlar keçə bilər. Ona görə böyüklər kiçiklərin ayaq yolusuna daxil olmur. Tək kişilər üçün demirəm, qadınlar üçün də ola bilər. İndi bizim nə qədər də mentalitetimizdə bu olmasa da, yəni ola bilər. Ola bilər ki, bizim dövlət məktəbimizdə bəzi əcnəbi vətəndaş da oxuya bilər. Biz bunu görürük də. Ona görə sidik yolu ilə, ifraz yolu ilə, həm tüpürcək yolu ilə, ayaq altından, belə deyək, sokaqdan, caddədən gələn ora daxil olduğumuzda bura ən böyük infeksiya mənbəyidir.